Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisi Eyüp Yaqubov ailə dəyərləri və qadın-kişi münasibətləri ilə bağlı fikirlərini bölüşüb. Xəbər verilir ki, müğənni Zarafat bir yana proqramında çıxışı zamanı bildirib ki, ailədə əsas məsələlər kişinin üzərində olmalıdır. Kişi həyat yoldaşını çox dəyərli bilməli, onu qorumalı və ən yaxın sirdaşı olmalıdır. Bu zaman ailədə harmoniya yaranır. Eyüp Yaqubov vurğulayıb ki, qadın da ailədə öz mövqeyini düzgün dərk etdikdə münasibətlər daha sağlam olur. Onun sözlərinə görə, bugün azadlıq anlayışı bəzi hallarda yanlış başa düşülür və bu ailə balansının pozulmasına səbəb olur. Azadlıq qaydasızlıq deyil, azadlıq saflıq, sevgi və qarşılıqlı hörmət deməkdir. Təəssüf ki, bəzən bu anlayışlar təhrif olunur və nəticədə cəmiyyətdə mənfi proseslər yaranır.